Salam, hər vaxtınız xeyir olsun, əziz və dəyərli izləyicilərim. Kanalıma və mətbəximə xoş gəlmisiniz. Bugün qaynatmadan, çox vaxt sərf etmədən, asan üsulla heyvan, nar və feyxuadan çox ləzzətli kompotun hazırlanmasını sizlərə təqdim edirəm. Keçək hazırlanmasına. Videonun uzun olmaması üçün meyvələri əvvəlcədən təmiz yumuşam, narı təmizləmişəm, heyvaları da bu cür kub şəklində doğramışam. Feyxuaların isə hər iki uc hissələrini bıçaqla bu cür kəsib götürürəm ki, kompota dadı daha yaxşı çıxsın. Onu da nəzərinizə çatdırım ki, əgər feyxualar böyük olarsa, onları ortadan iki yerə bölüb, o cür də istifadə edə bilərsiniz. Mən kiçik ölçülü feyxuadan istifadə etdiyim üçün bölməyə ehtiyac olmadı. Əvvəlcədən təmiz yuyub, qaynar su ilə steril etdiyim bankalara meyvələri doldururam. Onu da qeyd edim ki, mən bankaların qapaqlarını qaynatmıram. Çünki qapaqlar qaynayan zaman bankaların ağzı yaxşı bağlanmır. Buna görə sadəcə qaynar suda 1 dəqiqə saxlayıb götürmək kifayətdir. Və bankaları bağlayan zaman çalışın qapaqlar soyuq halda olsun. Kompot üçün 4 ədəd orta ölçülü heyva, 4 ədəd nar və 500 qram feyxuadan istifadə etdim. Bu ölçü ilə 6 banka kompot alındı. Ərzaqların dəqiq miqdarını açıqlama bölümündə də qeyd edəcəm. Videonu izləyən əziz və dəyərli izləyicilərim, kanala abunə olub bildiriş zəngini aktiv etməyi, bəyənib yaxınlarınızla paylaşmağı unutmayın. Zəhmətə dəyər verən, dəstək olan bütün izləyicilərimə minnətdarlığımı bildirirəm. Bankaların hər birinə bu ölçüdə meyvə doldurmuşam. Hər bankaya bir armudu stəkan şəkər tozu əlavə edirəm. Banka tam dolana qədər çaydandan qaynar su əlavə edirəm və qapağını bərk bağlayıram. Və digər bankalarda da eyni prosesi təkrar edirəm. Sonra bankaların həm ağız hissələrinin yaxşı bağlanmasını bu cür yoxlayıram, həm də qarışdırıram ki, içindəki şəkər tozu tamamilə ərisin. İnanın, çox ləzzətli kompotdur. Hər il mütləq şəkildə hazırlayıram və içənlər də çox bəyənir. Əgər indiyə qədər hazırlamamışsınızsa, mütləq bu kompotu hazırlayıb dadına baxmağınızı tövsiyə edirəm. İndi də sezonudur, mütləq hazırlayın. İnanın ki, çox bəyənəcəksiniz. Əgər hazırlayıb dadına baxsanız, fikirlərinizi mütləq rəylərdə mənimlə bölüşün. Daha sonra bankaları qaynar böyük salafan torbaya yerləşdirirəm və üzərini də qalın ədyalla örtüb 2 gün saxladıqdan sonra qış tədarüklərinin yanına yerləşdirirəm. Allah hər kəsə bol ruzi bərəkət nəsib etsin. Sizlər də hazırlayın, nuş edin, göz haqqınızı halal edin. Videonu bəyənməyi və fikirlərinizi rəylərdə mənimlə bölüşməyi unutmayın. Sağ olun, sağlıqlı qalın.